Rezina var öyle. Nasıl da çıktı? Ana bu nədir yenə gətirmisən? Az xalam bunun qiyməti yoxdur ya, antika. 870. Sən mənə samovar qalamağı öyrət, mən də şirniyyat süfrəsi açım. Yollandığım şəhərin mərkəzində düz Malakan bağının yanında yerləşən Xonça patiseriya. Burada müxtəlif növ şirniyyatlar, tortlar, şokoladlar, həmçinin səhər yeməyi menüsü də mövcuddur. Mən də ev üçün seçimlərimi etdim. Elə gəlmişkən də səhər yeməklərinin və boğullarının dadına baxdım. Həqiqətən də çox dadlı idi. Mütləq sınamalısınız. Az bu isti də harda gəlsən, oturmursan necə? Çoxlu şirniyyatlar almışam ki, çay süfrəsi almışam. Qaynana şirniyyat sevər. Əlimin layığını bəyənəsən görə. Yəni. Keçdim süfrəni hazırlamağa. Onu da qeyd edim ki, aldığım şirniyyatlar əla növ buğda unundan və əsl kərə yaxından hazırlanır. Dadında həqiqətən də hiss olunurdu. Qiymətlər isə keyfiyyətinə nəzərən çox münasibdir. Beləsinə bir götürsən qızım, maşallah. Bir dəfə öyrətdim vardı. Gəlin dəfədən özün qaynatsan da şey. Gün fayla yandırırsın. Eyvah. Maşa nəzərdə tutuldu gördün. Elimdə qaldı. Ha, Manikürüm getdi. Elə bir sasıl paşa gəlir. Biləsən Qaynanacaqdır, qızım görəsən ki, qutardı. Qaynanaya bunu özəl olaraq yağdan qoyacaq. Şokolad olur ya. Orijinal çeçka şokoladı deyil. Yaxşı. Vallahi. Gəlinlərə deyirəm, simavarı qaynadım. Qaynanazı belə süfrəsini görün qaynana sizi nə çox istəyir. Doğrudan. Valla. Qəşəng belə üst-üstədən şirin şeylərdədir. Şirin yer, Tatlı şirin. yeyəlim, tatlı Ha, ay konuşalım sağ sizdən. ol.